Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir dövlət himninin səsləndirməsi ilə başlayıb. Yığıncaqda çıxış edən Gənclər və İdman Naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncaqda Federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. Sonra İctimai Birliyin adının dəyişdirilməsi və nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub. İctimai Birlik bundan sonra Azərbaycan İdman Rəqsləri Federasiyası adlandırılacaq. Sonra Federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticəsinə əsasən Əli Həşimli Federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elan Vladimirovna isə idarə heyətinin üzvləri seçiliblər. Eləcə də Xanoğlan Meydanov Nəzarət Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər. Sonda Federasiya prezidenti Əli Həşimli çıxış edərək göstərilən etimada görə təşəkkür edib.